Hamınıza salam dostlar. Bugün Age of History 3'də Azərbaycanla Dünya Fethi serimizin 5-ci bölümünü çəkirik. Keçən bölümü izləməyənlər üçün, keçən bölümdə biz buradan Hindistanı, Çini, Japoniyanı almışdıq bir hissəsini. Çinin hamısını ama Japonya və Hindistanın bir hissəsini almışdıq. Sonra isə qəflətən bizə Rusiya ərazisinin, Rusiya dövləti bizə koalisyon savaşı açdı və bu savaş nəticəsində biz bütün Rusiya ölkəsini aldıq və ərazilərimizi həddindən artıq çox böyütdük. Keçən bölümü yada salın, deyəsən bizə indi savaş atacaqlar, yəni koalisyon savaşı. Gəlir ki, enşəməmiz 101-dir. Açsa yəni Avropa ölkələri aça biləcək. Mən də açmaqlarını istəyirəm, çünki açmaqları çox maraqlı olur, yəni. Gözləyini görə açsalar, eləcək, açmasalar özümüz tək-tək həll eləyəcəyik məsələni. Məsələn, indi biz bu əraziləri alaq, dostlar. Bu Tayland falan o hissələri alaq. Ben belə görürəm açmayacaqlar. Ona görə biz Japonyaya savaşımızı ilan edək. Bundan ateşkesimiz var. 2380 var, kimi gözləməyəcəm. Ona görə Hindistanla görə ateşkesimiz var. Hindistanla da ateşkesimiz var. Onda biz Tayland'a hücum edək. Tayland hamıyla ateşkesimiz var dostlar. İndi məşhur koalisyon savaşına görə. Gözləyin 2308-ci ilə kimi. Maçı biz bilmiyorlar. Burada görək şey var, huzursuzluq. Huzursuzluqları artır. Dinlər dəyişəndən sonra təbii ki artmayacaq. Biz buralara vergi ekonomiyə yatırım yapaq. Sonra vergi verimliliğini artıraq. Artıq dünyada biz birinciyik dostlar. Dünya üzərində birinciyik. Bunları da artıraq. Biraz korumacı ihtimal kimi 2008-ci il olsun. Kredilərimiz var. Kredilərimizi də ödəyək. Və dostlar kredilərimizi də ödədik və ayda 1821 dukat pul alırıq. Sonra burada vergi verimliliğini artıran alırıq. Sonra 1800 sonra 2 ilimiz qalıb. 2 il sonra hücumlarımıza, yəni işgallarımıza başlayacağıq. Halkın harika. 101.000 maksimum, yəni bu çox belə yaxşı bir rəqəmdir dostlar. Yəni bizim bu dəqiqə 940. Bir də biz 60K-lıq bir ordu oluşturaq. Tam 1 milyon ordumuz olsun. 60K-lıq ordunu heç sədə görəsən. 26K pul şeylədə, amma verək nə də. Biz nə edək dostlar? Bunların hamısını birləşdirək. İndi bölə bilərik. 125 bölək. Çox orduya da ehtiyac, yəni xırda ordulardansa belə ordular daha yaxşıdır. Həm qəşəng görsənir, həm də yəni qabağımıza çıxa biləcək bütün orduların hamısını ala biləcəyik. Hamısının başına general atıyaq. General atadıq. Bunlardan bunu deməmişik. Bax, hamısı oldu. Hamısı oldu. İndi bizim 1 milyon ordumuz var və 2308-ci ildəyik. Ateşkesimiz bitdi dostlar. İndi bizi mazğımızı xarab edən Hindistan dövlətinə savaşımızı elan eləyirik. Da bizim başımızı xarab eləyib bu Hindistan. O neçədən yerə atom göndərdi? Mən də atomlarımı işlədə bilərdim, amma işlətməyəcəm. Niyə? Çünki mən yəni çox əhali ölməsini istəmirəm. Niyə öldürüm ki? Mən məsələn Hindistanlandır. Əhalisi ilə deyil. Ərazisini almaq istəyirəm mən. Ona görə də nəsə ayda yapay zeka kontrolünü açmamışam. Mən də deyirəm bu ərazilər niyə bu boyda böyüdü? Açdıq. İndi görün nə boyda, nə tez alacağıq. Baxın, yavaş-yavaş girdik. Tək-tək orduların hamısını məğlub eləyirik. Xalqlar hər yerdə əməqədıq. İndi 31% oldu. 4.36. Tez alaq, sonra Tayland üzərinə hücum edəcəyik.
Almanya'yla rəqabətimiz bitib. Yine Almanyanı seçirik. Maksimum altına çatdıq dostlar. 77 artıqdır. Qəşəng. Yəni ordu itirmədən, ordu itirmədən Hindistan alacağıq. Gəldik. Seçirik. İnşallah ya indi bütün Hindistan ala biləcəyik. Neçənci Hindistan üzərində neçənci hücumumuz deyə bizim dostlar. Talepleri uyguladıq və aqressiv keçimiz patladı. Qəşəng. İndi savaş başlayacaq. İnşallah Tayland üzərindən savaş başlayar. Braziliya tərəfdən də ola bilər. Çünki devamlı bu Braziliyadan görə nə boyda yer alacağıq. Dünyada birinci yerdə, yəni bizə savaş açıb heç kim yəni savaş açmaq istəməz məncə. Ona görə biz Taylanda da hücum eləyək. Sonra Armağan gəldi. Taylanda hücum eləyək. Bu Japoniya ilə qabağımıza çıxır. Taylanda hücum eləyirik və çox tez alacağıq. Hücumumuzu elədik və bitdi. Bu qədər asandır. 1700, yəni Taylandın da inşallah ki hamısını alacağıq. Hamısını ala bilirik. Biraz indi bundan sonra biraz gözləyəcəyik aqressiv gəlişlərimiz az da düşsün, çünki çox artdı. Məsələn, ana yerət ki bunları alaq hamısını dəyişək. Bunları sonra dünya harikası inşa eləyək. 2 dənə dünya harikasını inşa eləyə bilirik. Savaş başlayacaq yoxsa yox? Yəni başlamayıb savaş. Heç kim savaş ilan eləmək istəmir bizə. Çünki mən belə olsam, yəni mən də özümə savaş ilan eləmək istəmirəm. Mən də yəni mən olsam yine Azərbaycana savaş eləmək istəmirəm. Şimdi bu boyda dövlətim var, 1 milyon ordum var və sən 1 milyon ordun var və burada kim sənə hücum edə bilər? Amerika desən dağılır. Burada Braziliya var, o ora gələnə kimi mən onu da alacağam. O durub da buradan ora savaşacaq. Burada Almanya, Fransa var, balaca dövlətlərdir. Fransanı seçək özümüzə rəqib. İndi biz nə edək? Biz ekonomi, bunları eləyək ki dostlar, isyanlar falan art gəlim olmasın. Çünki isyanlar olanda bir tək hamısı ilə əlləşməliyəm. O da yəni çox olur. O bizim miras puanımızı eləmək üçün biz biraz müzə tikək. Biraz yox fazlasıyla tikək. Müzə var, hər yerə tikirik müzə. Bunlar tikilsin dostlar. Bir görün bu neçə artacaq bir aya. Bizim də aqressiv gəlişlərimiz neçədir? 122. Ən mühürəcə harika haber. Avantaj puanına. Ekonomik yox. Biz idarə alaq. Ayrı araşdırmaya verək. Siz indi askeri maksimum bir ordu məsələn baxın indi 693 min ordu var deyə bilirik. Biz bunu artıraq. Gələk bura biz nə edək? Biz gəlib burada 100-ən kale tikək. Nə qədər tikə bilirik kale tikək. Tikə bilmirik hamısını. Oyda bir dənə baxın. Bəs. Bu qədər bəsdir. Tikilsin bunlar hamısı. İndi biz vergi verimliliğini artıraq. Bir dəfə də artıraq. Bir dəfə də artıraq. Paramız bitdi. Qəşəng. İndi biz nə edək? Bu balaca dövlətlər almayaq. Bu birinci dövlətlər. Balaca dövlətləri buradan ala bilərik aslında. Dünyada 98 dənə ölkə qaldı. Bu bölümdə bunu bundan beri 10-15'ini alaq. Buna hakaret edək və savaşımızı elan edək. Savaşımızı elan edək və çox bitdi. Və axırı ki Yaponiyanın bütün torpaqlarını ala biləcəyik. Talepleri uyguladıq. İndi gəlir burada dinləri dəyişək tez. Sonra digər dövlətlərə savaş eləyək. Farklı dini dəyişək. Gəldik. Bura haradır? Filipinlər. Filipinlərə də savaşımızı ilan eləyək dostlar. Savaş ilan et. Tez gəlsin ordularımız və çox asan gəldi. Biz hamınız getməyin də ora baxın dostlar. Buradan bir dənə bütün dünya mənə savaş açdı dostlar. Qəşəng. Qəşəng yox, oydu Avropa dövlətləri açdı özdə. Almanya üzərindən açdılar.
Heç nə olmaz. Heç nə olmaz dostlar. Danışman yoxmuş. İnovasyon danışmanı artıraq. Balıqlı işlər. Ha, qabaqdayıq. Hər iki savaşda da qabaqdayıq dostlar. Ordularımızın birini məhv elədilər. Pis olur biraz. Ordumuzun birini məhv elədilər. 125 kalıq bir ordumuz. Görürsünüz dostlar. Kim qabağımıza gəldi məhv eləyirik. Amma məsələn 60'lık 70'lik. Almanya'dan bitti. İndi buradan gəlirik. Önərə basırıq və Almanyanın bütün torpaqlarını alırıq. Savaş təzminatı alırıq. Biraz da para alırıq. Talepləri də uyguladıq. Artıq Avropaya açılmışıq. Amma mən Avropaya açılmaq istəmirdim. Qaydaq Filipinlərə. Filipinlər burada 40 minlik ordusu çox böyük hərəkətlər edir. Bunu məhv edirik. Future Technology. Bundan araştırmanı artıran aldıq. Ana eyalet işi 13 minlik. Farklı din. Sevir yalnız. Ben 87, 88, 90 olsun tez. Oldu. Bitti. Bu kadar. Geldik bura. Öner deyirik. Savaş tazminatı alırıq. Talepleri de uyguladık. Sonra biraz gözləyək düşsün dostlar. Tez bir də bundan ateşkəsimiz var ama 2331'e qədər. Bu hansı ölkədir? Tatay. Tatayını alaq. Ateşkəsimiz var onlarla. Nə oldu ya da bizim də rəhamla ateşkəsimiz var. Siz neyək? Biz Singapura yox. Endonezyaya hücum eləyək. Endoneziyanın böyle ateşkəsimiz var. İlişkilərə zarar verək bunlarla da. Ana eyalet işiydi. Bunların hamısını çəkək. Sonra farklı din. Rakip seçəcəyiniz İtalyanı və Filistin dövlətini. Bəli dostlar. İndi gəldi və bizim ordumuz olmayıbdı, yəni öldürülməyibdi. Aha, İtaliya yine bizə savaş açdı dostlar. Yəni bu biraz çox oldu. Bax. Əsirləşirəm mən. Yəni mən bir dəqiqə şey eləsəm bütün dünyanı ala bilərəm. Bütün dünyaya eyni anda savaş açsam belə bütün dünyanı ala bilərəm. Ordularımız hələ oradan bura gələ bilmədilər deyə hələ gec gəldilər deyə. 20'yə düşüb. Amma birazdan tam çatdıqda hamısı bu zaman qalxacaq təbii ki də bu rəqəm. Geçici qalxır. 20, 18, 17. Atom bombaları göndərirlər. İndi mən neyniyim baxın dostlar. Mən də atom bombası göndərəcəm. Mənə də heç yoxdur kimə göndərsin, kimə göndərmirsən. Yəni Amerika məsələn. Bax 2 savaşçı mənlə savaşırsan. 17%'dir. 8000 ordumuz gedib. Tez qutaraq 28%. 33-36 tez qutarsın, savaşımız da tez bitsin. Bizim hər kəs bizə savaş işlərimizi görənmirik. Mən bu hissəni almaq istəyirdim amma bunlara görə ala bilmirəm. Niyə? Çünki bütün dünya mən orada savaşıram, gəlib burada mənə savaş açırsınız. Savaş açır dövlətlər. Buna baxın bir dənə. İşte axıra və lazım. Yəni hamınız alacaq. Bütün dünyada burada tək bir dənə ölkə görəsiniz dostlar. Bu hissədə tək bir dənə ölkə görəsiniz. O da Azərbaycan olacaq. 88 bitir. 90 oldu, tamamlandı. Və niyə mənə savaş açırsınız? O az da bilirsiniz ki, udasınız. Niyə savaş açırsınız axı? Yoxsa mən udmaq kimi uda bilməyəm. Çünki 1 milyon ordum var mənim. Siz mənə nətər udasınız? Buradan da Avropadan da torpaqlarımız oldu dostlar. Endonezya. Endonezya süremiz də bitdi. Bitmişdi bayaq gördüm. Endonezya'nın paytaxtı onu. Burada. Ateşkəsimiz bitmiyor. 45'te bitir. Ayda indi yine savaş atmışdı mən Endonezya. Avustralya atmıyor mu savaş? Avustralya atmaq istiyorsa. Savaş eləməkdir. Qəşəng. Avustralya ilə zarar ver, hakaret et, hakaret et, hakaret et, hakaret et.
savaş ilan etdik. Monakonu gedib özünə niyə sən şey seçmisən? Müttəfiq. Monako durub, çox da belə böyük bir ölkə deyil ki, deyəsən, hə, biraz gücü var heç olmasa. Seçim bunu şey olsun. Biraz məhkum eləsin. O qədər də güclü bir dövlət də deyil. Yəni Monako bir də gözləyib də Monakoya baxaq. Dünyada 78-ci yerdədir. Belə çox belə bir yekə bir dövlət olsa deyərəm, yəni sənə biraz köməyi olacaq da. Yəni elə də böyük bir ölkə də deyil ki, şey deyəsən. Allah'ımsın. Öyle ve bütün Avustralya topraklarını aldık. Ana eyalet dışı değiştirdik. Farklı din değiştirdik. Bir göre buralarda şey var yoksa yok. Mesela bizim torpak lan burayı mesela buralarda şey devrilmiş. Bu huzursuzluk artır. Mesela aldığımız yerlere qayıdaq. Mesela buralara. Huzursuzluk buralarda da artır. Niye? Biz buralara bir siz neyiniyək? Biz bina tikək. Ekonomi binalar tikək. Göstərkələr bura bunları tamamlayaq. Çünki onlar artıq da onlarla uğraşmaq istəmirəm daha. İşdə qədər bir huzursuzluq olacaq. İsyanlar başlayacaq. Yapay zekaya da buraxanda üsyanlara getmir daha. Ona görə tək özüm əlimlə aparmalıyam. O da çox çətin olur. Çətin olmuyor. Yəni vaxt çox vaxt aparır. Forma var. Hamısı misket limonu tarlası. Tikirik bir dənə sütxana var çox. Sütxana tikirik. Bira fabrikası. Nə tikirik? Orada qalacaq, burada qalacaq. Ona görə şərbət neydi adı? Adını oxuyamədim. Adı nədir bunun? Şərbətçi otu tarlası. Sonra cam işləri 10 dənə var. Sonra safran çiftliği var 3 tane. 2 tane tarçın tarlası var. 2 tane vanilya tarlası var. Bir tane çelik fabrikası. Tekstil fabrikası var. Bayağı bir var. Çoxlu var yani. Kağıt fabrikası. Çiçeği hamısı. Çiçek. Günlük kamp var. Bunları da çiçek. Mobilya atölyesi. Afyon tarlası. Porselen. Sonra mermer oda. Maden. Bunun adını həmişə yadımdan saydıram. Uranyum madəni. Sondaj küresi var. Yani petrolümüz var. Maden, kömür madeni. Elmas madeni tikmişik. Fil dişi var. 2 tane altın madeni. Bir tane gümüş madeni. Bayağı bir şeyimiz var. Maden, demir madeni. Hamısını tikək. Sonra nəsə günlük kamp çoxdur. Sonra ipək tarlası var. Burada tikək. Boya tarlası. Hə, bu qədər. İndi biz bir də 208 kare pulumuz var. Çox qəşəng. Biz bir də ekonomiya yatırım eləyək bütün aldığımız ərazilərə. Sonra bunlar olsun. Sonra vergi verimliliğini artıracağıq. Biraz da miras payımızı geçsin. Onu gözləyək. Bir dənə Avustralya. Bunu da elədik. Biraz görə indi huzursuzluq düşür. Birinci düşəcək. Suran da 3 tutubda. Bir anda 5. Düşür yoxsa düşmür? Oy da dünya mən savaşdı. İndi Fransa halde. İndi Fransa açtı. Bu Amerika her savaşa girer ama axırda da heç nə olmur. Amerika ilə bir hər savaşda var.
O Amerika dağılır dostlar. Meksika Amerikanın içinə deyir. Hər dəfə məndən savaşa girir, axırında heç nə qazanmır. Meksika yenə ona savaşa çıxır. Meksika bütün ərazilərini alır onu. Fransa ilə rəqabətimizi treni seçirik. Ordularımız hələ gəlib çatmır dostlar, ona görə belədir. Dünyada neçə ölkə qalıb? 89'dur. Ben bazı şeyleri tabii ki videoda almayacağım. Yani kiçik o əsas indi videodan sonra savaşa girəcəm və kiçik ölkələri alacağım. Məsələn gəldik bura. Məsələn Andorra, Cambodia, Moritanya, Aruba, Güney Georgia, Hong Kong. Yəni bu dövlətləri mən video çəkməyim və sıxıcı olacaq. Yəni Antarktika, Grenadalar, belə Monaco, o ölkələri hamısını alacağım. Məsələn amma Kamerun, Singapur, böyük ölkələr falan saxlayacağım hamısını. Böyük ölkələr saxlayacağım. Məsələn Seyşellər. Bu ölkəyə mən aldığımı nəyə göstərim ki? Yəni balaca ölkədir. 1 saniyə, 5 saniyəlik isə videodur. 5 saniyəlik hissədir. Onu mən çəkişim boş-boş niyə sıxıcı video olacaq ondan sonra. Onu mən videodan sonra alacağım və gələcək videoda sadəcə böyük ölkələr qalacaq. O ölkələrdə alacağıq. İndi 69%'dir. Fransaya koalisyon yox. Fransaya yine şey açtılar deyəsən. Koalisyon açdılar Fransaya da. Yəni gələk Parisə baxaq. Parisə. Şunu 3 tane ölkəyə birdən açıb Fransa. Çox tez qurtaracaq. 70, 80. Ayda Birleşik Krallıq bizdən tez qurtardı. Ona görə biz az ərazi alacağıq. Çox pis oldu. Nə olsun, bir damcı ərazi olsa belə yəni lazımdır. Çünki niyə az ərazi alaq ki? Önərə basırıq. Tələbləri də uyguladıq. İndi bunu açsın rastgele versin. Farklı din niye değişmiyor? Evet. Ana eyalet dışı değiş. Burada biz biraz ekonomik yatırımlar eləyək. Görə indi burada huzursuzluqlar düşüyor dostlar. 1.8'i 1.9 ayda artırır. Biz bunu nətər eləyək? Biz nəsə bir bina tikək. Yönetim. Tapınaq tikək. Çox tapınaq tikək. Bütün hər yerə tapınaq tikək. Onsuz da pulumuz sınırsız kimi bir şeydi. Sonra biz nə tikək? Sonra bir hastaneye bombasını tikək. Çünki məncə ordumuz buna görə şeydi. Çox ölür adam. Həli. Sonra hastane tikək. Tez pul yığışsın. Buraları da tamamladık. Buraları da tikək. Tikdik sonra ne tikək? Başqa belediye binası da tikə bilərik. Böyle bir şey. Avropa tərəfə belediye binası tikəcək. Böyle bir şey değil. Rastgele eylem seçsin aslında bir şey. Buralarda bir şey rahat bir şey. Bir yere. Tikdik. Şimdi görə düşəcək. 7'dir. 7.1'de sonra yine artırın. Bunu nətər eləyəm? Bunlar niye artır? Sonda 6, sonda 7 artır. Bizim agresif genişlememiz var. Bunu da biz çox ordu saxlayırıq bəlkə də. Ona görə də bəlkə. Ne de çox savaş elədik biz dostlar. Ona görə də ola bilər. Tərfi. Bir də bizim teknoloji bu 90 olsun görə əgər məsələn huzursuzluğu azaldan bir şey varsa avantaj puanı verə bilərəm. Ona verək çünki birazdan necə şey olacaq. İsyanlar başlayacaq. O da şey olacaq da çox vaxt aparır.
özün tək-tək gedib o ssenariyə yatırmalısan. Özün yapay zeka aparmır orduları. Tek əllə aparmalısan. O da biraz vaxt aparıcı olur. Dostlar. Belə. Niye? Hep 93 o olsun. Tamam olsun. Bir tane 97. 99 ve 100. Tamam. Avantaj puanını gəlib buraya idarəyə vereyim. Ayrıq miras var, başkent maksimum var, bina var, büyüme oranı, danışman havuzu, danışman ücreti, dinlenişim maliyeti, diplomasi puanı, hastalıkları önü, maksimum tepe, maksimum danışma, savaş puanı, tüm karakter yaşam vasıtalardan gelir, vergi verimliliği artış maliyeti, yurt inşası, güce mahkemi, idari bina, il bakım, iş yeri. Burada bir şey yoktu. Başkenti alanda illerin bakımına zaten. Mesela yolsuzluk nedir ki? Oyundaki her medeniyet tüm bölgeleri yüzde olarak kazanmaya neden olan bir temel düzeyde yolsuzlukla medeniyete yolsuzlukla mücadele etme seçeneğine sahiptir. Bu medeniyetin yüksek mahkeme seviyesine yükselerek sahiptir. Bunu eləyək. Biz gələk buradan avantaj puanına yüce mahkemeyi yüksəldək. Yüce mahkemeni 8 seviyelik. Nükleer reaktörü de yüksəldək. Özümüzə rakip de seçək. Bu video burada bitsin bence. Ben videodan sonra bu balaca dövlətləri alacağım. Bu ada dövlətləri falan. Video burada bitsin. Gələcək bölümdə böyük dövlətlər qalsın. Onlara savaş ilan edək. Belə. Sağ olun dostlar. Gələcək videoları izləməyi unutmayın. Kanala abone olup videolarda like atmayı unutmayın.